Salam dəyərli izləyicilər. Bugün Dahi Akademiyanın 7 dekabr keçirdiyi blok sınav imtahanının 4-cü blok üzrə kimya suallarının izahına baxacağıq. Başlayaq birinci sualına. Birinci sualda deyir ki, 4-cü dövrün əlavə yarım qrup metalları X və Y üçün hansı ifadələr doğrudur? Burada göründüyü kimi XO iki variantli metalın oksidi və həm turşu, həm əsasla reaksiya daxil olduğu üçün bu amfoter, yəni orta aktiv metallar sırasına daxil ola bilər. Məsələn, sink oksid ola bilər. Y2O isə tək turşularla reaksiya girib, əsaslarla reaksiya daxil olmadığına görə bu pasiv metalın oksidi ola bilər. Çünki 4-cü qrupun əlavə yarım qrupu dediyinə görə onu aktiv götürə bilmərik. Birinci variantda deyir, X metalı Y metalından daha aktifdir. Bu doğrudur. Orta aktiv və pasivdə orta aktiv daha güclü olur. İkincidə deyir, qələvi Y qələvi metaldır. Xeyr, 4-cü qrupun əlavəsində qələvi metallar olmur. Qələvi metallar ancaq əsas yarım qruplarda olur. Üçdə deyir, X metalı qələvilərlə qarşıq təsirdə olur. Bəli, amfoterlər həm qələvilərlə, həm də turşularla reaksiya girib hidrogen çıxara bilər. Burada doğru cavab olduğuna görə götürəcəyik 1 və 3'ü. 1 və 3 olacaq bizdə C variantı. İkinci sualla devam edirik. İkinci sualda deyir, müəyyən temperaturda həll olma əmsalı 1500 qram bölünsün litr olan duzun X qram 20% məhluluna həmin temperaturda bu duzdan minimum neçə qram əlavə etmək lazımdır ki, doymuş məhlul alınsın. Burada X qram məhlulun 20%'ni tapırıq. Eləyir 0,2X. Bu deməkdir ki, X məhlulu 0,2X'i duz, 0,8X'i sudur. Həll olma əmsalının düsturunu yazırıq. KH bərabərdir M həll olan, bölünsün M həll edici, vurulsun 1000. Burada gətirib qiymətlərini yerinə yazsaq, 1500 həll olma əmsalının qiyməti bərabərdir. Həll olan duz 0,2X'dir. Su isə 0,8X'dir. Vururuq 1000'ə. Və burada göründüyü kimi duz əlavə etmişik və duz hər zaman sürətdəki duzun yerinə əlavə edilir. A qram duz əlavə edirik. Və buradan hesablayıb A-nı tapsaq, A bərabərdir X-ə bərabərliyini almış olacaq. Yəni bu ikinci sualda doğru cavab olacaq A variantı. Davam edirik üçüncü sualına. Üçüncü sualda reaksiya verib və reaksiyanın tarazı sabiti 0,5'dir. Reaksiyada deyir, tarazı qatılıqları nisbəti maddələrin əmsalları nisbəti kimidir. Reaksiyanın olduğu kimi yazırıq. 2SO2 üstə gəlsin O2, alınır 2SO3. Və burada başlanğıc, sərf olunan və tarazı qatılıqlarını qeyd edirik. Və tarazı qatılıqları maddələrin əmsalları nisbəti olduğu üçün SO2 üçün 2X götürür tarazı qatılığını, oksigen üçün X, SO3 üçün 2X. Və burada da həll olma əmsalı K, daha doğrusu tarazı sabiti K bərabərdir. V düz bölünsün Vx. Yəni, SO3'ün kvadratını böləcəyik SO2'nin kvadratına, vuracağıq O2'yə. Gətirib tarazı qatılıqlarını yerinə yazsaq, 2X'in kvadratı bölünsün yenə 2X'in kvadratına, vur X'ə bərabərdir 0,5 tarazı sabitinə. Buradan 2X'in kvadratları ixtisar getdikdə 1 böl X bərabərdir 0,5, X də bərabərdir 1 böl 0,5, yəni X'i tapırıq 2. Gətirib yerinə yazdıqda tarazı qatılığı SO2 üçün 4, oksigen üçün 2, SO3 üçün 4 olur. Və bilirik ki, məhsulun bir qatılığı olur, o da tarazı qatılığı və məhsulun tarazı qatılığından istifadə edərək reaksiya daxil olanların sərf olunan qatılığını tapmaq mümkündür. 2, 1, 2 əmsallar nisbətidir və SO3'ün tarazı qatılığı 4-dürsə, onda SO2'nin sərf olunan qatılığı da 4, oksigen isə sərf olunan qatılığı 2 olur. 4, 2 və başlanğıcın nə tarazlığı, nə sərf olunanı, daha doğrusu deməli, reaksiya daxil olan maddələrin ancaq deməli, başlanğıc sərf olunma və tarazı qatılıqları ola bilər. Amma məhsulun ancaq bir qatılığı olur, o da tarazı qatılığı. Deməli, SO2 üçün tarazı qatılığı 4'dür, sərf olunan qatılıq da 4'dürsə, başlanğıc qatılıq sərf olunan tarazının cəminə bərabər olur, yəni 8. Eyni qayda üzrə oksigen üçün tapsaq 4 cavabını almış oluruq.
Və üçüncü sualda doğru variant Y variantını alacağıq. Davam edirik dördüncü sualla. Dördüncü sualda deyir ki, XS maddəsinin kütləsi 38,8-dir və yanma istiliyi 200, yanması zamanı ayrılan istilik miqdarı da 80 kJ-dur. Biz bilirik ki, 1 mol maddənin yanması zamanı ayrılan istilik miqdarına yanma istiliyi deyilir. Yəni, X plus 32 qram yandıqda 200 kJ ayrılmış olur. Bəs 38,8 qram yandıqda isə 80 kJ sərfi olmuş olacaq. Buradan X-i tapsaq, X eləyir 97. Və 97-dən də kükürdün kütləsini 32 qramı çıxırıq, eləyir 64 qram. Dördüncü sualda doğru cavab olacaq D, daha doğrusu A variantı. 64. Xeyr, 64 deyil, 65 qram. 65 qram olacaq, deməli, D variantı. Davam edirik. Beşinci sualla davam edirik. Beşinci sualda bizdən dövr sistemi müəyyən bir hissəsi verilib, yəni kiçik dövrlər verilib. Birinci, ikinci və üçüncü dövrlər verilib. Həmçinin qruplar tam şəkildə verilmişdir. 1, 2, 3, 4, 5, 6, 7 və nəhayət 8-ci qrup. Və burada deyir, dövr sistemi bir hissəsi əsasında doğru ifadələri müəyyən edin. Burada X elementi göründüyü kimi X elementi 3-cü dövrün, 3-cü qrupun əsas yarım qrup elementidir. O da eləyir 3S üstü 2, 3P üstü 1. Yəni, bu element alüminiumdur. Və alüminiumda metal olduğu üçün onun oksidaşma dərəcəsi mənfi ola bilməz. Müsbət 3 olmalıydı. Birinci variant səhvdir. İkincidə deyil, X, Y ilə X2, Y3 tipli birləşmə əmələ gətirir. Burada göründüyü kimi, Y elementi 2-ci dövr, 6-cı qrupun əsas yarım qrup elementidir. Yəni, 2S üstü 2, 2P üstü deməli 4-dür. Və bu oksigen elementidir. Oksigen elementi də valentinə müvafiq olaraq X2, Y3 tipli ion rabitəli birləşmə əmələ gətirə bilər. İkinci də doğru götürürük. Üçüncü də deyil, Y3 faidə ola bilər. Bəli, oksigen donor akseptor rabitəli dəm qazı CO və hidroksonium iyonu H3O müsbətdə donor akseptor rabitənin hesabına 3 variantı ola bilər. Üçüncünə doğru götürürük. Və dördüncüdə deyil, X ilə Y ion rabitə əmələ gətirə bilir. Bəli, X ilə Y metal və qeyri-metal olduğu üçün ion rabitəsi yarada bilər. 5-də Y-ın elektron formulu 3S üstü 2, 3P üstü 4 kimidir. Xeyr, ikinci dövr elementi olduğu üçün 2S üstü 2, 2P üstü 4 şəklində olacaq. 5 yanlışdır. 6-da X 2 atomlu molekullar əmələ gətirir. X metaldır və metallar 2 atomlular əmələ gətirə bilməz. Ona görə altında yanlış götürürük. Burada doğru cavabları istədiyinə görə doğru cavabımız olacaq 2, 3, 4. Yəni Y variantı. Davam edirik 6-cı sualla. 6-cı sualda deyir, X SO4 duzunda X-in kütle payı 20%-dir. Əgər X-in kütle payı 20%-dirsə, deməli SO4-də 80% qalır. Və buradan tənasüb yolu ilə hesablasaq, X 20%-dirsə, SO4-ün kütləsi isə 96-dır. 96 qramda 80% olur. Buradan X-i hesablasaq, deməli, X-i hesablasaq, X 24 edir. Və gətirib yerində yazsaq duzun 24 ilə 96-nı cəmləsək, eləyər 120. Sonra təkrar tənasüb qururuq və orada 360 qramda neçə qram kükürt olduğunu soruşur bizdən. 120 qramda 32 qram kükürt varsa, 360 qramda isə X olacaq, o da 96 qram edir. 6-cı sualın doğru cavab olacaq C variantı. Davam edirik 7-ci sualla. 7-ci sualda maddələrdə Y-ın kütle payı verilib. Bilirik ki, kütle payını tapmaq üçün bir maddədə hər hansı bir elementin kütle payını tapmaq istəyiriksə, həmin maddənin kütləsini indeksinə vuraraq bölürük ümumi kütləyə, vururuq 100-ə. Yəni, düstur olaraq bu şəkildə gedir. Yerinə qoyub yazsaq, deməli, AY bölünsün X plus AY vur 100 bərabərdir 50%. Həmçinin ikinci tənlikdə də BY bölünsün X plus BY vur 100 bərabərdir 60%. Və yaxud da yoxlama üsulundan da tapa bilərik ki, burada ikinci
Və dördüncü variantlarda yerinə qoyub yazsaq 50 və 60%-dir kütle payı almış olaraq Y-in. 7-ci sualda doğru cavab olacaq 2, 4, yəni A variantı. Davam edirik 8-ci sualına. 8-ci sualda deyir ki, XPO4 birləşməsindəki X metalı sıra nömrəsi nəcib qazın sıra nömrəsindən 3 ədəd kiçik olan Y elementi ilə hansı birləşmə əmələ gətirir? Burada XPO4 birləşməsində X 3 valentli metaldır. Nə üçün? Çünki PO4 3 valentli turşu qalığı olduğu üçün bu qənaətə gəlirik. Və sıra nömrəsi əgər təsirsiz qazın sıra nömrəsindən 3 ədəd kiçikdirsə, məsələn, arqon götürsək, arqon 18-dir. 18-dən 3 ədəd kiçik 15 edir. Bu fosfor ola bilər və həmçinin neon götürsək 10, ondan 3 ədəd kiçik 7 olur. Bu da azota düşür. Yəni bu 5-ci qrup qeyri-metallardan söhbət gedir. 3-cü qrup tutalım ki, alüminium götürsək, alüminiumdan 5-ci qrup qeyri-metalları hər ikisi 3 valentli olduğu üçün X, Y tərkibli birləşmə əmələ gətirəcəkdir. 8-ci sualda doğru cavab olacaq A variantı. 9-cu sualına davam edirik. 9-cu sualda duzlar verir və bu duzlarda molekuldakı kovalent rabitələrlə ion rabitələrin saylarının fərqini istəyir bizdən. XPO4, X3PO4 şəkildə yazılmalıdır. Burada fosfor 5 valentlidir və bu deməkdir ki, 5 poler kovalent rabitəsi var. 3 də ion rabitəsi, çünki ion rabitəsini tapmaq üçün metalın indeksi valentinə vurulur. Onda 5 polyardan 3 ion çıxdıqda 2 fərq 2 etmiş olur. Eyni qayda üzrə kalium xloru 3 üçün tapsaq, burada xlorun poler kovalent rabitələrin sayı 5-dir, ion isə 1-dir. 5-dən 1 çıxanda 4 qalır. Kalium 2 karbon O3 üçün tapsaq, karbonun valenti 4-dür. 4 poler kovalent rabitəsi var, 2 iyonu var. Deməli, orada da fərq 2 etmiş olacaq. Burada cavab olacaq 2, 4, 2. Yəni 9-cu sualın doğru cavab olacaq C variantı. Davam edirik 10-cu sualına. Deməli, 10-cu sualda bizə reaksiya verib və reaksiyada göründüyü kimi başlanğıc mol miqdarlarını bərabər götürüb. Yəni, hər ikisinə amol götürüb. Və əgər bərabər mollarda götürülübsə, göründüyü kimi bərabər mollarda götürdükdə CO tam sərf olunur, oksigendən isə artıq qalır. Və nə qədər artıq qaldığını bilmək üçün tənasüb qurmaq lazımdır. Təbii ki, tam sərf olunana görə. Əgər deyirik ki, 2 mol CO sərf olunanda 136 kilojol istilik ayrılarsa, bəs 34 kilojol istilik ayrılsa nə qədər CO sərf olunar? Buradan tapırıq ki, CO-da 0,5 mol sərf olmuş olur. Yəni, A-nın miqdarı 0,5 moldur hər ikisində. Əgər CO tam sərf olunubsa 0,5 mol, deməli 0,5 molda CO2-dən yaranıb. Tam sərf olunana əsasən biz məhsulun molunu tapmış oluruq. Və burada artıq qalan oksigendir. Nə qədər artıq qaldığını təkrar bir də tənasüb qururuq. 2 mol CO 1 mol oksigenlə reaksiya girirsə, 0,5 mol isə 0,25 mol oksigenlə reaksiya girmiş olacaq. 0,5 mol oksigen götürmüşdüm. 0,25-i sərf olunub, 0,25-i isə artıq qalıb. Burada doğru cavablar olacaq. Birincidə deyir 0,5 mol CO2 əmələ gəlir. Bəli, bu doğrudur. İkincidə deyir başlanğıc qaz qarışığı altdan %2/10^23 molekul var. Bəli, 0,5 ilə 0,5-in cəmi eləyir 1. Deməli, o da altdan %2/10^23 molekul edir. Burada artıq qalan CO deyil, oksigendir. 0,25 mol oksigen artıq qalır. Bəli, hesabladığımız üzrə 0,25 mol oksigen artıq qalmış olacaqdır. 4 doğru, 3 yanlışdır. Doğrular seçilir. Burada doğru cavab olacaq 1, 2 və 4. Yəni D variantı. 11-ci sualdan davam edirik. 11-ci sualda hər hansı bir reaksiya verir və biz o reaksiyada oksidaşma dərəcələrinin dəyişməsinə əsasən balanslaşdırıb əmsallaşdırmaq lazım gəlir. Burada mis 0-dan keçib mis müsbət 2-yə, azot isə müsbət 5-dən keçib müsbət 2-yə. Deməli, mis 0-dan gəlir mis müsbət 2-yə, yəni 2 elektron istifadə olunub. Azot isə müsbət 5-dən gəlib azot müsbət 2-yə. Yəni 3 elektron istifadə edib. 2, 3, 3, 2. Və burada 3-ü gətirib mislərin qarşısına yazırıq. 2-ni enonun qarşısına. Onda sağ tərəfdə azot edir 6, 2 də bu 8.
Hidrogen 8 olduğu için suyun qarşısına 4 düşür. Oksigen ise 24-24 bərabərləşmiş sayılır. Oksidaşdırıcının aldığı elektronların sayı dedikdə uşaqlar davam edirik. Deməli burada oksidaşdırıcının aldığı elektronların sayı deyir. Oksidaşdırıcının aldığı elektronların sayı. Oksidaşdırıcı burada deməli azotdur. Azot deməli 2 vur 3. 6 elektron alıb və 6 elektron alan zaman reduksiyacının oksidaşən miqdarı. Burada reduksiya edici misdir. Oksidaşən miqdarı isə 3 moldur. Deməli 6-da 3-dürsə, 9-da isə x-dir. X də bərabərdir 4,5 cavabını almış oluruq. 11-də doğru cavab olacaq A variantı. 12-ci sualına davam edirik. X və Y qaz halında maddələrdə arasında gedən reaksiya üçün aşağıdakılar məlumdur. X və Y qatılığını 2 dəfə artırdıqda reaksiya sürəti 8 dəfə artmış olur. Əgər biz reaksiyanı X plus deməli 2Y alınıb X, Y 2 şəklində yazsaq, əlbəttə ki, X-in qatılığını 2 dəfə artırmaq V bərabərdir. K vurulsun CA üstü A vurulsun CB üstü B. Kinetik dənliyinə əsasən, sürətin kinetik dənliyinə əsasən. Burada X-in qatılığını 2 dəfə artırsa, 2 dəfə artırdıqda X və Y-in 2 üstü 1 vurulsun 2 üstü 2. Yəni 8 dəfə artmış olur. Yəni burada bu tənlikdə birinci şərt ödənilir. X-in qatılığını 2 dəfə azaldıq. Y-in qatılığını 2 dəfə artırsaq, X-in qatılığını 2 dəfə azaltmaq 2-də 1 üstü 1. Y-in qatılığını isə 2 dəfə artırsaq 2-nin kubu etmiş olur. Yox, 2-nin kvadratı. 2-də 1 vurulsun 2-nin kvadratı. O da bərabərdir 2-də 1 vurulsun 4. Yəni 2 dəfə artmış olur. İkinci də bu tənliyi ödəyir şərt. Ona görə də bu reaksiya olacaq X plus 2Y, məhsul isə XY2 olacaq. Yəni doğru cavab olacaq 12-də C variantı. Davam edirik 13-cü sualdan. 13-cü sualda deyir ki, 50 dərəcədə 800 qram doymuş məhlulu 50 dərəcədən 20 dərəcəyə qədər soyutduqda sıxlığı 1,25 qram bölünsün kub santimetr olan məhlul alınır. Alınan məhlulun həcmini hesablayın. Və burada göründüyü kimi 50 dərəcədə həll olma misalı 600-dür. Yəni 600 qram maddə həll olub. Əgər suyu da 1000 qəbul eləsək, üstə 600 gəldikdə 1600 cavabını almış oluruq məhlulu. Və 50 dərəcədən 20 dərəcəyə qədər soyutduqda 350 qram duz çökmüş olur. Tənasib yolu ilə tapsaq, 1600 məhlulda 350 qram duz çökərsə, və 800 məhlulda nə qədər çökər? 175 qram. Əgər 800 məhluldan 175 qramı çökübsə, 625 qramı qalıb. Məhlulun sıxlığı da rho bərabərdir M böl V olduğuna görə, buradan V-ni tapdıqda 625-i böləcəyik 1,25-ə, o da cavab 500 almış olacaq. 13-cü sualın doğru cavabı olacaq 500 A variantı. 14-cü sualla davam edirik. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Burada Euler-Venn diaqramında sulfat və ortofosfat turşusu üçün doğruları seçməyi tələb eləyir. Birincidə deyir, molekulunda bir pir abidəsi var. Bilirik ki, fosforun H3PO4-ün qrafik formulu bu şəkildədir. Sulfat turşusunun qrafik formulu isə bu şəkildədir. Və burada göründüyü kimi bir pir abidəsi olan ortofosfat turşusuna düşür. Molekulunda 50 elektron var dedikdə, hidrogenin 1 elektronu, kükürdün 16 elektronu, oksigen isə 8 elektronu var. Eyni qayda üzrə H3PO4 üçün 1, 15,
və 8. Bu indeksini elektronların sayına vurub cəmləsək, hər ikisində 50 elektron tapmış oluruq. Yəni 2 kəsişməyə yazacağıq. Duru məhlulun kalium ilə reaksiyasından hidrogen müsbət oksidləşdiricidir. Bu deməkdir ki, aktiv və orta aktiv metallardan duru turşularla hidrogen çıxarır. Bu həm sulfat, həm ortofosfat üçün keçərlidir. Ona görə ortaya yazırıq. Sink OH2 ilə reaksiyadan alınan normal duz suda yaxşı həll olur. Bu ancaq sulfatlara daxildir. Çünki sink sulfat suda yaxşı həll olduğu halda sink ortofosfat çöküntü halındadır və suda həll olmur. 4 yazacağıq 1-ə. Burada doğru cavab olur B variantı. 15-ci sualla davam edirik. 15-ci sualda göründüyü kimi reaksiya verib. Bu reaksiyanı tamamlasaq, barium SO4 çöküntüsü, həmçinin 2 natrium klor almış oluruq. Və burada qrafikdə görüldüyü kimi barium klor 2 mol götürülüb və hamısı, daha doğrusu barium klor 2 mol götürülüb və hamısı sərf olunub. Natrium sulfatdan isə müəyyən miqdar götürülüb və artıq qalıb. Və bu zaman 2 molda natrium klor və 1 mol barium SO4 çöküntüsü yaranıb. Və burada Z molun sayı çox olduğuna görə natrium klora düşür. Onu da tənasüb yolundan tapsaq 1 mol barium klor 2 reaksiyaya girdikdə 2 mol natrium klor alınırsa, 2 molda da 4 mol natrium klor almış olacağıq. 15-də doğru cavab olacaq Y variantı. 16-cı sualla davam edirik. 16-cı sualda deyir ki, X müsbət 2 iyonunda, S orbitalında 6, P orbitalında 12, D orbitalında 9 elektron var. Əgər bu 3D üstü 10, 4D üstü 1 şəklində olan xrom mis elementi olarsa, mis 29 olarsa və həmin müsbət 2-də verilən 2 elektronlar xarici energetik səviyyədən verilir. Onda birini S-dən, birini də D-dən versə, 3D üstü 9, 4S üstü 0 almış oluruq. Və bu da X müsbət 2 mis 29 elementi olduğu üçün burada doğru cavab olacaq 4-cü dövr, çünki S-lərin sayı 4-dür. Və birinci qrup, çünki 10-la 1-ci cəmi 11 eləyir, 11-ci birinci qrupa düşür və D-də olduğuna görə elektronlar əlavə yarım qrup elementi olmuş olacaq. 4-cü dövr birinci qrupun əlavəsi, yəni 16-da doğru cavab olacaq D variantı. 17-də saf maddənin müəyyən edin deyir. Saf maddəni müəyyən etmək üçün o formula malik olmalıdır və formula yazılan maddə burada etil spirtidir. Çünki etil spirti C2H5OH şəklində qeyd olunur. 18-ci suala baxırıq. 18-ci sualda sxemini əks etdirən reaksiya tənliklərini müəyyən edin deyir. Bu sxem göründüyü kimi mübadilə reaksiyasının sxemidir. Və burada mübadilə reaksiyasına daxil olan 1 və 3-cü reaksiyalar. Çünki birinci reaksiyanı tamamlasaq kalsium klor 2 plus su. Üçüncü reaksiyanı tamamlasaq isə argentium klor üstə gəlinsin kalium NO3 almış olarıq. Və 18-ci sualın doğru cavabı olacaq 1-3, yəni D variantı. 19-cu sualda deyir ki, X metalı ferium SO4-dən əgər dəmiri çıxarırsa, bu dəmirdən aktiv olmalıdır, amma birinci, ikinci qrup metalları olmamalıdır. Və dəmirdən öndə gələn aktivlik sırasında sink elementi var. Deməli, burada doğru cavab olacaq 19-da sink. 20-ci sualda deyir ki, bu sxemdə hansı çevrilmədə turşudan istifadə etmişdik? Birinci sxemdə göründüyü kimi alüminium OH3-dən alüminium OH2 xlor alınıbsa, deməli bunun üzərinə 1 mol H-xlor gəlmişik. İkinci sxemdə alüminium OH2-dən təkrar alüminium OH2 xlordan alüminium OH xlor 2 alınıbsa, deməli 1 molda bu sxemdə turşudan istifadə etmiş oluruq. Və burada doğru cavab olacaq 1 ilə 2. Yəni Y variantı. Digər cavablarda isə OH-ın sayı artdığı üçün orada turşudan deyil, əsasdan istifadə etmiş oluruq. Davam edirik. Birinci sualda deyir ki, həll olma misalının temperaturdan asılılıq qrafikinə əsasən Y-in həll olması getdikcə azalır, X-in isə həll olması artır. Bu deməkdir ki, əgər həll olma əmsalında həll olma zaman keçdikcə, daha doğrusu temperaturdan asılı olaraq azalırsa, bu
qazları ifadə edir. Temperatur artdıqca artırsa bu bərkləri ifadə etmiş olur. Yəni Y olacaq qaz, X olacaq bərk. O deyir ki, X maddəsi oksigen ola bilər. Xeyr, bu yanlış cavabdır. Y maddəsi azot ola bilər. Bəli, bu doğru cavabdır. X-in həll olması təzyiqdən asılı deyil. Bəli, bərk maddələrin suda həll olması təzyiqdən asılı deyil. Bu da doğru cavabdır. Y-in həll olması təzyiq artdıqca azalır. Xeyr, Y qazdır. Y-in həll olması təzyiq artdıqca artır. Bu yanlış cavabdır. 21 üçün doğru cavab olacaq 2, 3, yəni B variantı. Davam edirik 22-ci suallar. 22-ci sualda deyir, hansı reaksiyadan əsas alınır? Əsas almaq üçün birinci, ikinci qrup qələvi və qələvi torpaq metallarının özü, oksidi, peroksidi, hidridi və xloridinin su ilə reaksiyasından almaq olar. Burada bu dediklərimizə uyğun olaraq B variantı uyğun gəlir. 22-ci sualda doğru cavab olacaq B variantı. Çünki B variantından 2 mol kalium hidroksid ala bilirik. Açıq tipli test tapşırıqlarına keçirik. Açıq tipli test tapşırıqlarında 23-cü sualda bizdən istəyir ki, X, Y, 3 mənfi 2 iyonda elektronların sayı cəmi 42-dir. Burada yazırıq X plus 3Y və 2 dənə də elektron qəbul etdiyinə görə üstə 2 gəlirik. Bərabər eləyirik 42-yə. Onda X plus 3Y bərabərdir 40 almış oluruq. Eyni qayda üzrə ikincini də qursaq. Hidrogen 1 elektronu var. 1 plus 2X plus 7Y 1 elektron da qəbul edib. Plus 1 bərabərdir 90. 2X plus 7Y bərabərdir 88 almış oluruq. Bu iki tənlikdən sistem qursaq. X plus 3Y bərabərdir 40-a. 2X plus 7Y də bərabərdir 88 almış oluruq. Və birinci tənliyi 2-yə vursaq, 2X plus 2X plus 6Y bərabərdir 80, 2X plus 7Y də bərabərdir 88. Tərəf-tərəfə çıxsaq bu iki tənliyi, onda Y bərabərdir 8 alırıq. Gətirib yerinə qoysaq, X-i hesablasaq, burada əgər Y 8-dirsə, gətirib X-i də oradan tapsaq və X mənfi 2 iyonda elektronların sayını müəyyən edin desə, 23-cü tapşırıqda olacaq. Doğru cavab X bərabərdir 18 elektron. 23-də cavab olacaq. Doğru variant 18. 24-cü sualına davam edirik. 24-cü sualda deyir, CH4 və NH3-dən ibarət qaz qarışığı verib, CH4 və NH3. Və bunun X mol, NH3-ü amoniak isə Y mol götürsək, burada hidrogen atomlarının sayını tapsaq 4X plus 3Y hidrogen atomlarının sayı etmiş olur. Və burada azot atomu isə təkcə Y-dir. Və deyir ki, hidrogen atomlarının sayı azot atomlarının sayından 4 dəfə çoxdur. Deməli, sağ tərəfi 4-ə vursaq, bu bərabərliyi doğru yazmış oluruq. Və buradan 4X bərabərdir Y yazırıq. Və X deməli 1, Y isə 4 etmiş olur. Və bu qarışığın orta molar kütləsini tapın deyir. M ortanın düsturundan M orta bərabərdir. M1 νu1 üstə gəlsin M2 νu2 bölünsün νu1 üstə gəlsin νu2. O da bərabərdir. Deməli X olacaq 1. Yəni metan 16 qramdır. 16-nı vururuq 1-ə. Üstə gəlirik. Amoniak 17 qramdır. 17 qramı vururuq molun sayı 4-ə. Bölürük molların cəminə 1 plus 4. Və buradan cavabı almış oluruq ki 16,8 qram orta molar kütləsi etmiş olur. Doğru cavab olacaq 16,8 24-cü sualda. Davam edirik 25-ci sualla. 25-ci sualda deyir ki, bir molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən hibrid orbitalların sayı. Metanda CH4-də sp3 hibridləşmə var.
Və SB3 hibridləşmədə qrafik formulu çəksək görərik ki, 4'ü də rabitənin yaranmasında iştirak edib. Burada olacaq cavab 4. NH3 də yenə SB3 hibridləşmədədir və SB3 hibridləşmədə qrafik formulu çəksək görərik ki, 3 dənə rabitənin yaranmasında iştirak edib 4'ündən. Suda isə qrafik formulu çəksək suyu, görərik ki, o da SB3 hibrid halında olduğu halda onlar ancaq ikisi rabitənin yaranmasında iştirak edib. Burada A, B və C'nin cəmini bizdən istəyir. 4 plus 3 plus 2 cavab etmiş olacaq. 25-ci sualda doğru cavab olacaq 9. Və nəhayət 26-cı suala keçirik. 26-cı sualda deyir ki, 3 mol CH4 və 1 mol oksigenden ibarət qarışıq üçün hansı ifadələr doğrudur? 26-cı sualda deyir, qarışıqda oksigenin həcmi 75%-dir. Bu deməkdir ki, 3 mol CH4 və 1 mol oksigen cəmi 4 moldur. Və 4 moldan 3'ü metana, 4 moldan 1'i isə oksigen payına düşür. Deməli, burada metanın həcmi olacaq 75%, oksigen həcmi olacaq 25%. Ona görə də birinci variant səhv hesab olunur. Qarışıqda metanın kütlə payı 60%-dir. Və metanın kütlə payını tapmaq üçün 3'ü vururuq, deməli 16 metanın kütləsinə, bölürük ümumi qaz qarışığının kütləsinə. 3 vurulsun 16, üstə gəlsin 1 vurulsun 32. Onu da 100'ə vursaq, omegasını kütlə payını tapmış olarıq. Və ona 26'dan 60% ala bilərik ikinci variantda. Qarışığın kütləsi 80 qramdır. Bəli, burada qarışığın kütləsi 80 qramdır nə üçün? 3 vur 16, üstə gəlsin 1 vur 32, cəmləsək 80 qramı almış olarıq. İkinci variantda, daha doğrusu üçüncü variantda doğrudur. Qarışıqda metan həcm payı 25%-dir. Xeyr, metan həcm payını biz 75, oksigen həcm payını isə 25% tapmış olduq. Dördüncü şərtdə səhv olacaq və 26'da doğru cavab olacaq 2 və 3. Və keçirik 27-ci suala. 27-ci sualda deyir, oksidaşma prosesidir, reduksiya prosesidir, elektron mübadiləsi baş vermiş. Burada A variantında görünür ki, S müsbət 4'dən keçib elə müsbət 4'ə. Burada heç bir dəyişiklik olmayıb. B də müsbət 5'dən keçib müsbət 4'ə. Burada oksidləşdiricidir azot və reduksiya prosesi baş verib. C də oksigen 0'dan keçir, oksigen -2'yə. Burada yenə də oksidləşdiricidir və reduksiya prosesi baş verib. Y də 0'dan keçib müsbət 3'ə, reduksiya edicidir, oksidləşmə prosesi baş verib və magnezium silisitdə magnezium müsbət 2, silisium -4'dür. Və silanda, silisium H4'də hidrogen metallar və silanda -1 oksidləşmə dərəcəsi göstərir. Ona görə də silisium müsbət 4 oksidləşmə dərəcəsinə malik olacaqdır və D variantında silisium -4'dən müsbət 4'ə artdığı üçün reduksiya edicidir və oksidləşmə prosesi baş vermişdir. Ona görə də doğru cavab 1-də Y, D, 2-də B, C, 3'də isə doğru cavab olacaq A variantı. 27-ci sualın doğru uyğunlaşması da bu şəkildə olacaq. Keçirik situasiyaya. Situasiyada deyir, X xlor N dozunun suda məhlulunun natrium OH ilə reaksiyasından A həlməşiyə bənzər Y çöküntüsü alınır. Çöküntünün qızdırılmasından oksit və su alınır. X korundun tərkibinə daxildir. Əgər X korundun tərkibinə daxildirsə, həmçinin həlməşiyə bənzər çöküntü halında ayrılırsa, deməli burada X elementi alüminiumdur. Alüminiumdur. Və birincidə bizdən soruşur ki, 28-ci, situasiyanın 28-ci tapşırığında bizdən soruşur ki, kimyavi formulunu, Y-in kimyavi formulunu göstərək. Y, yəni hidroksid istəyir bizdən, olacaq alüminium OH 3 dəfə, adı da olacaq alüminium hidroksid. Alüminium hidroksid.
29-cu tapşırıqda deyir ki, birinci reaksiyanın tənliyini yazın. Əgər alüminium xlor üçün üzərinə natrium OH gəlsə, alınar alüminium OH3 çöküntüsü plus natrium xlor xörək tozu. Və bunu əmsallaşdırmaq üçün natrium OH ilə xörək tozunun qarşısına 3 atırıq və birinci və ikinci sualın cavabını tapmış oluruq. Keçirik 30-cu suala. 30-cu sualda deyir ki, alüminium hidroksidi parçalayırıq. Alüminium 2O3-ə plus suya. Və buranı əmsallaşdırsaq, alüminium hidroksidin qarşısına 1-2 yazmış oluruq. Burada hidrogen eləyir 6, suyun qarşısına 3 düşür. Oksigen isə 6 bərabərləşmiş olur. Buradan qrafikdə göründüyü kimi Y 31,2 qram götürülür və tam sərf olunub. Yəni bu alüminium hidroksiddir. Və burada 20,4 qram maddə və m qramda su əmələ gəlib. Burada 20,4 qram təbii ki, alüminium 2O3-ün kütləsi olacaq. Alüminium 2O3-ün öz kütləsi 102 qramdır və ona əsasən tənasüb qururuq ki, 102 qramda 3 vurulsun, 18 qram su istifadə olunubsa, 20,4-də x. X bərabərdir 10,8 qram tapmış oluruq. Birinci variant 10,8-dir və ikincidə bizdən soruşur x-in nisbi atom kütləsi. Əlbəttə ki, x alüminiumdur. Alüminiumda buradan görünür ki, kütləsi 27 qramdır. Doğru cavab olacaq 10,8 və 27. Bu qədər. Bu 7 dekabr Dahi Akademiyanın keçirdiyi blok sınaq imtahanının 4-cü blok üzrə kimya suallarının izahı idi. Sağ olun, gələn görüşlərə qədər.